Bugünkü məlumatımız Afrika materikindən olacaq. Deməli, Afrika materiki dünyanın ən isti materikidir. Ən isti materiki, ən uzun çay Afrika materikindədir. Ən uzun çay, dünyanın ən uzun çayı Nil, dünyanın ən şirin sulu gölü Tanganika Afrika materikində yerləşir. Sonra Şərq yarımkürəsinin ən bol sulu çayı Kongo, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük deməli quraq təbii kompleks Sahara səhrası və ən geniş suvarmada məhz bu materikdədir. Afrikanı Avropadan Cəbəli Tarix boğazı və Aralıq dənizi, Asiyadan isə Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-el-Məndəb boğazı və Ədən körfəzi ayırır. Materik həm Qrinviçlə, həm də ekvatorla kəsişdiyinə görə 4 yarımkürədə yerləşən materik. Ən hündür zirvəsi Kilimanjaro 5895 metr. Ən alçaq yeri isə Assal gölü -154 metr dərinliyə malik. Ucqar nöqtələrinə gəldikdə isə şimal ucqar nöqtəsi Tunisin ərazisində Bensekka, cənub ucqar nöqtəsi Çadın ərazisində İynəburnu, şərq ucqar nöqtəsi Somalinin ərazisində Rasxafon, qərb ucqar nöqtəsi isə Senegalın ərazisində Almadidir. Şimal ucqar nöqtəsi və cənub ucqar nöqtəsi subtropik iqlimdə yerləşir, şərq və qərb nöqtəsi isə subekvatorial iqlimə düşür. Materik Atlantik Okean, Hind Okeanla əhatə olunmuşdur. Böyük adası Madagaskar, yarımadası Somali yarımadası, 4 yarımkürədə yerləşən körfəzi, Qvineya körfəzi və eyni anda da buradan neft qaz ehtiyatları çıxarılır və həm Qrinviçdən, həm də ekvatordan kəsişdiyinə görə 4 yarımkürədə yerləşir. Relyef xüsusiyyətinə görə şimal və qərb hissəsi alçaq Afrika, cənub və şərq hissəsi isə yüksək dağlıqlardan ibarət olduğuna görə yüksək Afrika adlanır. Ərazisi əsasən platformalardan ibarətdir. Şimal hissəsində Atlas dağları, ən yüksək zirvəsi Tubqa zirvəsidir ki, 4165 metr hündürlüyə malikdir. Atlas haqqında onu deyə bilərik ki, bu dağ deməli Ap-Himalay qırışıqlarının ən qərb hissəsi sayılır. Atlas dağlarının relyefi cavandır, süxurlar elastik olması burada antiklonal və sinklinalları əks etdirir. Antiklonal nə deməkdir? Antiklonal qalxan ərazilər deməkdir, sinklinal isə enən ərazilər deməkdir. Afrikanın seismik cəhətdən deməli belə deyək də aktiv əraziləri Atlas dağlarıdır, bir də Şərqi Afrika çat zonası. Şərqi Afrika sınma zonası haqqında deyə bilərik ki, bu zona Orta Okean dağ hissələri, yəni Atlantik Okean mərkəzi boyunca uzanan divergentdə olan ərazini xatırladır sanki. Çünki burada da litosfet havaları aralanır, onların arasında məsafələri artır. Lakin onlar okeanda deyil, quruda baş verir. Yəni quruda divergent desək, Afrikanın şərqi çat zonası, şərqi sınma zonasını götürəcək. Və bu sınma boyunca horsular və qrabenlər yaranır. Burada nəhəng horsulardan biri Rwenzori horsudur, Afrikada yerləşir. Şərqi Afrika çatı Qırmızı dənizdən başlayaraq 3000 metrə qədər, 3000 kilometr daha doğrusu məsafədə uzanır. Və qrabenlərdə, qraben mənşəli, yəni enən ərazilərdə qraben mənşəli göllərə rast gəlinir. Burada da təsviri görürük. Qalxan ərazilər horst, enən ərazilər isə qrabenlər, qalxanlar horst, enənlər isə qrabenlər adlanır. Şimalında böyük məsafədə uzanan Sahara səhrası ən quraq səhradır və burada neft qaz ehtiyatları çoxdur, çəkmə mənşəli suxurlarla örtülüdür. Cənubunda Namibiya səhrası ən böyük qum təpələrinə görə fərqlənir dünyada. Ən çox duyunların rast gəldiyi səhradır. Faydalı qazıntılar, neft qaz ehtiyatları boldur. Bundan əlavə digər faydalı qazıntılarla da zəngindir. Məsələn, car daş kömür ehtiyatına görə, mis ehtiyatı, məsələn, mərkəzdə Kongo ərazisi. Dünyada Kongo, Zambiya, Afrikada daha doğrusu Kongo, Zambiya mis ehtiyatına görə fərqlənir. Neft hasil edən ölkələri əsasən Əlcəzairdir, Liviyadır, sonra Nigeriyadır, Gabondur, Angoladır, əsasən neft hasil edən ölkələri. Cənub hissəsində Kap Əjdaha dağları yerləşir ki, Kap Əjdaha dağları Kaledon Hersin qırışıqlığında yaranır. Burada geotermik pillə böyük olacaq. Şahid dağlara rast gəlinir ərazisində Əhəqqar, deməli Əhəqqar, Tibetçi, Darfur kimi şahid dağlara rast gəlinir. Şahid dağlar necə yaranıb? El-deflyasiya, yəni küləyin fəaliyyəti nəticəsində yaranmış relyef formalardır. Burada Afrikada eksarasiya, yəni buzağın yaratdığı relyef formalarına rast gəlinmir. Ən hündür hissəsi Kilimanjarodur, 5895 metr yüksəkliyə malik. İqliminə gəldikdə isə Afrika materiki əsas hissəsi tropik xəttlər arasında yerləşdiyinə görə yer kürəsinin ən isti materiki hesab olunur. Materikin üzərində günəş radiasiyasının illik cəmiyyəti 160-320 kilokalori arasında dəyişir. Əksər ərazilərində il ərzində günəş 2 dəfə zenitdə olur. Ona görə də il boyu temperatur müsbət 20 dərəcədən aşağı düşmür. Mərkəzi hissəsində qalxan hava alçaq təzyiq olduğuna görə mərkəzi hissəsindən daha çox yağıntı düşür. Yağıntı il boyu bərabər paylanır çünki ekvatorial iqlimdə yerləşir.
Burada ən çox yağıntı düşən ərazi də məsələ bu iqlimdədir. Belə ki, Mərkəzi Afrikada Gvineya körfəzi sahillərində yerləşən Debunca vilayəti var ki, Debunca ərazisi. Debunca ərazisində illik yağıntının miqdarı 10.470 mm-ə yaxındır və ən çox yağıntı alan ərazi buradır. Afrikada burada sahil bölgəsi haqqında xüsusən məlumat vermək istəyirəm. Sahil bölgəsi nədir? Sahil Afrikanın böyük səhradan cənubda, səhra və savanna ərazisində yerləşən hissəsidir. Təxminən bu ərazilərə düşür. Deməli, bəzi müddətdə onun rütubətli mövsümündə bəzən olur ki, yağıntı düşmür. Bu zaman bu ərazidə quraqlıq yaranır. Quraqlıq sahil ölkələrinin inkişafını məhdudlaşdırır. Buna görə də burada deməli əkinçilik, yəni əkilən bitkilər məhsul vermədən birbaşa tarlada qoruyur. Heyvanlar su və yemək çatışmazlığından məhv olur. Nəticədə də burada səhralaşma prosesi güclənir. Afrikada demək olar ki, iklim qurşaqları ekvatora nəzərən simmetrik yerləşib. Yəni ekvatordan şimalda, cənubda subekvatorial iqlim, tropik iqlim, subtropik iqlim təkrarlanır. Rənglərlə də hamısı göstərilir. Deməli, subekvatorial iqlim uyğun gəlir bənövşəyi rəngə. Ümumiyyətlə yağıntılar subekvatorial iqlimdə yay aylarında düşür. Şimal subekvatorialın yayı iyun-iyul avqust ayları, cənub isə dekabr, yanvar, fevral aylarına təsadüf edir. Çünki cənubun yayı dekabr, yanvar, fevral aylarıdır. İndi belə bir sual düşsə ki, məsələn, deyək ki, cənubdan Zambezini, şimaldan deməli Efiopiya yaylası deyək ki, ikisinin müqayisəsini verib, biz deyəcək ki, hər ikisində yağıntılar yay aylarında düşür. Amma Efiopiyanın yağıntıları iyun-iyul avqust aylarında, Zambezinin yağıntıları isə dekabr, yanvar, fevral ayında düşəcək. Həmçinin sahillərindən keçən cərəyanlar da iqlimin formalaşmasına təsir göstərir. Belə ki, məsələn, Bengel soyuq cərəyanı, Kanar soyuq cərəyanı, Somali soyuq cərəyanı burada iqlimin quraq keçməsinə səbəb olur. Amma Mozambik isti cərəyanı, iynə kimi isti cərəyanlar isə materikin daha yağıntılı, yəni yağıntı miqdarını artır, daha yağıntılı, daha rütubətli keçməsinə səbəb olur ki, nəticədə də meşə təbii zonası yaranır. Yəni isti cərəyan meşə təbii zonası, soyuq cərəyan isə səhra təbii zonası yaranır. Ümumi iqlim haqqında məlumat vermək istədim. Ekvatorial iqlimin xüsusiyyətləri nə idi? Hər gün yağan yağış, təkrarlanan yağış, səhər aydın hava, gündüz güclü qızan, yer səthindən çıxan deməli hava yuxarı qalxır, şimşək çaxır, ildırım çaxır, leysan başlayır və bu gün ərzində belə təkrarlanır. Subekvatorial iqlimdə deməli yağıntılar əsasən ilin soyuq dövrün, isti dövründə düşür daha doğrusu. Çünki yayını ekvatordan, qışını isə tropikdən götürdüyünə görə keçid iqlim qurşağıdır. Ona görə yayı qışı olur, yəni mövsümi şəkildə yağıntı alır. Tropiklərdə isə il boyu istidir, temperatur 40 dərəcəyə çatır. Deməli, sutkalıq amplituda burada çox olur. Subtropik iqlim əsasən Araq dənizi sahillərində və cənubda Can ərazisində müşahidə olunur. Subtropik iqlimdə yağıntılar qış aylarında düşür. Şimalda Tunisin ərazisində